Hər vaxtınız xeyir olsun. Satışa yeni bir həyət evi çıxıb. Zəhmət olmasa video sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunur. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 5 sot torpaq sahəsində inşa olunub. Şəxsi özünə tikilmiş evdir. 2 mərtəbə 5 otaqdan ibarətdir. Mərtəbə arası monolit betondur. Güllü çiçəkli həyət evidir. Evin fasadı Ağlay və Qabançıq daşlardan üzlənibdir. Həyət qapısı elektronludur. Yerləşmə yeri Sabunçu rayon Komsomol dairəsidir. Deputat küçəsində yerləşir. Hava limanı yoluna da çıxışı var. Mərkəzi yola da çox yaxın məsafədədir. Yerləşdiyi yerdə hündür yerdir. Həyətə girişdə belə bir bağlı çardağı var. Manqalnisi, yay mətbəxi də var. Besetkası da var. Kürsülü inşa olunubdur. Güllü çiçəkli həyət evidir. Sol tərəfdən də evin arxasına keçid var. Həyətə bir neçə maşın rahatlıqla daxil olur. Daxil olaq evə. Və bura evin dəhlizi. Dəhlizdən otaqlara paylanılır. Tavan hündürlüyü 3 ondur. Sağ tərəfdə hamam və sanitar qovşaq. İkisi birlikdə. Duş kabininə də quraşdırılıb. Ev qeyd etdiyim kimi şəxsi özünə tikilmiş evdir. Polo parketdir. Və sol tərəfdə mətbəx yerləşir. Dəhlizin sonunda böyük qonaq otağı. Beşin ona inşa olunubdur qonaq otağı. Evin sənədi bələdiyyə sənədidir. Yerləşmə yeri Komsomol dairəsidir. Deputat küçəsində yerləşir. Hava limanı yoluna da çox yaxın məsafədədir. Bura 2-ci mərtəbəyə aid qonaq otağı. Bu qapıdan eyvana çıxış var. Və buradan da digər otaqlara paylanılır. 2-ci mərtəbədə 3 yataq otağı, bir qonaq otağı, hamam və sanitar qovşaq yerləşir. Bura 2-ci otaq, hamam və sanitar qovşaq. İkisi birlikdə. Və 3-cü otaq. Evin yerləşmə yeri Sabunçu rayon Komsomol dairəsidir. Mərkəzi yola yaxın məsafədədir. 5 sotdan inşa olunub, 5 otaqdan ibarətdir. Sənəd bələdiyyə sənədidir. Qiyməti 330 min manat. Real alıcıya indirim mümkündür. Qiyməti yenidən qeyd edim 330 min manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.